15-ci sual. 15-ci sualda mütləq vurub açmaq lazımdır. Deməli, təklik onluq yüzlük. Bu sual ucu 3-cü izahımdır. Üstə gələ 10B, üstə gələ S bərabərdir. 9, sağ tərəfi də açıram. 10A, üstə gələ S. Hədlərini ayırıram da, belə deyək. Yenə qalır 100A, üstə gələ 10B, üstə gələ S bərabərdir. 90A, üstə gələ 9S. 100A-dan 90A çıxıram, qalır 10A, üstə gələ 10B. S də keçir 9S-nin yanına, çıxılır 8S. İndi baxın, mən onu vuruq çıxardıram. 10A üstə gələk B. Sağ tərəfdə də 8 vurulsun S. S 2 rəqəmli ədəd ola bilməz. A, S 2 rəqəmli ədəddir deyə S burada bir dənə rəqəm olmalıdır. Bir rəqəm. Və nə etməlidir? Ona bölünə bilməlidir. Sağdakı 8S hasili buradakı 10-a bölünə bilməlidir. Yəni biz A plus B-ni elə bir rəqəm qoymalıyıq. S-yə də elə bir şey qoymalıyıq ki, S-yə rəqəm qoymağa məcburuq, A plus B-yə məcbur deyil. Elə bir şey qoymalıyıq ki, sol sağ bərabərləşsin. S ancaq 5 ola bilər. Çünki 8 vurulsun 5 hasili 40 verir. Sağ tərəfdə 4 olsa, yəni A plus B cəmi 4 olsa, S də 5 olsa, 8 vuraq 5 40, 10 vuraq 4 40 ola bilər. S ancaq rəqəm ola bilər deyə. S 5-dir, A plus B də 4-dür. Bizdən də A plus B cəmini soruşur, bərabər olur 4-ə. Baxırıq 16-cı suala. 16-cı sual sadə sualdır. Yuxarını 3-ə vurmalıyıq. 3-ə vururuq ki, y-ın hədləri bərabərləşsin. Yəni 9x çıxılsın 3y bərabərdir. 3-ə vururam 15. Sağ tərəfdə 2x üstə gələ 3y bərabərdir 18. 18. Toplayıram alt-alta 3y-lar gedir. Olur 11x bərabərdir 33 və x də bərabər olur 33 bölə 11, yəni 3 olur. 17-ci sual. Bir-birindən fərqli 12 natural ədədin ədədi ortası 12-dir. 12 dənə natural ədəd var, yəni 12 dənə natural ədəd. A plus B plus C plus D plus E plus F plus G plus H 4, 4. Hələ də yazmalıyam. X plus Y plus Z plus T bərabərdir. Biz bunun ədədi ortasını tapanda aşağı bölünsün 12 yazmalıyıq da, düzdür? Bölünsün, aşağı bölünsün 12. Şimdi yazım. Deməli, yazmalıyıq aşağı bölünsün 12 bərabərdir T. Bərabərdir 20-yə. Onda bu ədədlərin hamısının cəmi, bax bunların hamısının cəmi bizdə nəyə bərabər olur? 12 vuraq 20, yəni 12 vuraq 20, yəni 240-a bərabər olur. Deməli, bizdə bu cəm bərabərdir 240-a. 240-a. Ən böyüyünü bizdən soruşur deyə, mən buradan başlayaraq hamısını qiymətləndirəm. Bu olur 1, bu olur 2, bu olur 3, bu olur 4, bu olur 5, 6, 7, 8, 9, 10, 11 olaraq qeyd edirəm ki, qoy T-yə ən böyüyü qalsın. Çünki hamısı bir-birindən fərqli natural ədədlərdir. Naturaldır deyə birdən başlamalıyıq, fərqlidir deyə belə getməlidir. İndi 1-dən 11-ə qədər ədədlərin cəmi bizə verir, nə tər tapmalıyıq? Birinci hədd üstə gələ sonuncu hədd bölünsün 2 vurulsun sayı kimi tapmalıyıq da. Ədədi seçilən cəm düsturu var. Onun üçün birinci sonuncu bölünsün 2 vurulsun 66. Deməli, bura qədər, T-yə qədər 66 verir. 66 üstə gələ T bərabərdir 240. O zaman buradan da T bərabər olur 180, 174. Deməli, ən böyüyü neçə ola bilər? Bəli, 174 ola bilər. Baxırıq 18-ci suala. Bir təpəsindən çıxan diaqonalların sayı 16. Bir təpədən çıxan diaqonalların sayı n çıxılsın 3 düsturu ilə tapılır. Bir təpədən çıxan diaqonalların sayı 16-dırsa, o zaman bu 19 bucaqlıdır. Tərəflərinin sayını soruşur. Elə cavab da 19. Çox sadə imiş. Baxırıq 19-cu suala. 19-cu sualda rombun tərəfi 13, diaqonalı 10 olarsa hündürlüyünü tapın deyir bizə. Bax, bunun üçün mən rombun qəşəngcəni çəkirəm.
Şəcənə çəkirəm. Tərəfi 13-dür. Bax, biz bilirik ki, rombun diaqonalları içəridə, bu belədir də, düzdür. Rombun diaqonalları da qara ilə çəkilsin. Mütləq 90 dərəcə yaradır. Və neynir? Yarı bölünür. Əgər diaqonal biri 10-dursa, deməli bu da burada bir dənə 90 dərəcə yaratacaqsa, bax belə, belə bu tərəfi qırıq-qırıq çəkirəm də. 10-dursa, deməli 90 dərəcədə yaratacaqsa, deməli bunun yarısı olacaq 5, düzdür? Düz bucaqlı 3 bucaqdırsa 13-ün kvadratı 169 çıxılsın 5-in kvadratı 25 bərabərdir 144. Yəni o birisi diaqonalda olacaq, diaqonalın hissəsi də olacaq 16. 12. Deməli diaqonalın biri 10-dur. O birisi diaqonalda nədir? 12 12 24-dür. Bu birisi diaqonalda 5 5 17-də, düzdür? Bizdən hündürlüyünü soruşur. Hündürlüyü. Hə, deməli diaqonalın bir sahə düsturu 2-də 1 D1 D2-dir. Diaqonalın ikinci sahə düsturu AH-dır. Söhbət də eyni diaqonaldan getdiyinə görə, mən neynirəm? Yaza bilmirəm. Mən neynirəm? Bərabər edirəm bunu AH-a. Eyni diaqonaldan gedir də söhbət. Yəni yazıram ki, deməli yazıram ki, 2-də 1 D1 D2 bərabərdir AH. AH yazıram. 2-də 1, diaqonalın biri 10-dur, biri 24-dür. Bərabərdir. Tərəfi 13-dür. Vurulsun H. Hündürlüyü tapacağam. 2-yə bölürəm. Olur 5. Bərabər olur. 5-i 24-ə vuram. 120 bərabərdir. 13 vurulsun H. H da bərabər olacaq. 120 bölünsün 13. Cavab olacaq 13-də 120 və yaxud da 9,13-də 9, 3, 12, 102, 9, 3, 27, 9,13-də 3 olacaq cavab. 21-ci sualda problem var demişdik. 22-ci sual. 22-ci sualda deyir ki, ədədi silsilənin ardıcıl hədləri olarsa, bu silsilənin ilk 20 həddinin cəmini bizdən soruşur. Əgər ədədi silsilənin ardıcıl hədləridirsə, ortadakı hədd bərabər idi sağdakı hədlərin cəminin yarısına. Bu qayda idi. 2 vurulur x-a, olur 2x bərabərdir. X ilə 3x toplanır, 4x çıxılsın 6. 2x-dan 4x çıxıram, olur mənfi 2x bərabərdir, mənfi 6. X də bərabər olur 3-ə. Deməli, 3 çıx 6, mənfi 3. İkinci hədd 3 və 3 vur 3, üçüncü həddə 9. İlk 20 həddinin cəmini soruşur. Siz mənə deyin, görün, burada D nəyə bərabərdir? D 6-ya bərabər. Çünki 3-dən 9-a keçəndə 6 vahid artır. Cəm düsturu belədir. 2A1 üstə gələk N çıxılsın 1 vurulsun D bölünsün 2 vurulsun N. Bu ədədi silsilədə ikinci cəm düsturu, əlavə alınan cəm düsturu. 2 A1 mənfi 3-dür. A1 mənfi 3-dür. 2 vuraq mənfi 3. Mənfi 6 üstə gələk. N çıxaq 1. 20 həddir də. 20 çıxaq 1. 19 vurulsun 6 bölək 2 vuraq 20. İndi mən 2 ilə 20-ni ixtisar edirəm. Qalır 10. Bura 10 qalandan sonra mənfi 6 üstə gələk 18 vuraq. Deməli, bunu hesablayan nə edir? Mənfi 6 üstə gələk 19, 18. 18 vur 6 edir. 18 vur 6 da 108. 108-i də 10-a vuranda, buradakı 10-a vururam. Deməli, cəmləri bərabər olur 1080, 20 həddin cəmi. 23. Deyir ki, bir daxili bucağı belə tapılır. 180 vurulsun, N çıxılsın 2, bölünsün N. Xarici bucağın nisbəti 360 bölə N-ə nisbət yazmışam da, məndə bölünməsi bərabərdir 11-ə. Yazıram 180 vurulsun, N çıxılsın 2 bölünsün N vurulsun. Bölmədən sonraki kəsir tərsinə çevrilirdi. N 360 bərabərdir 11. N'lər ixtisar gedir. 180-i 180-ə bölürəm 1, 360-ı 180-ə bölürəm 2. Sonra buradan da N çıxılsın 2 bərabər olurdu. 2 11-ə vurulur 22 və N də bərabər olurdu 24-ə. Deməli, neçə bucaqlıdır bu?
24 bucaqlıdır. Bizdən diaqonallarının sayını soruşur. Deməli, diaqonalların sayı belə tapılırdı. N vurulsun, N çıxılsın 3 bölünsün 2. 24 vurulsun. 24 çıxılsın 3, 21 bölünsün 2. 21'i də 12'ye vuranda nə verir? 12 vuraq 21 bərabərdir. Deməli, 240, 12 olur 252.